Masallıda yerləşən Anatoli Banişevski adına stadionun kim tərəfindən satın alınması müəyyənləşib. Teleqrafa istinadən xəbər veririk ki, stadionu satın alan şəxs yerli iş adamı Səxavətdin Sadıqovdur. Əslən Masallıdan olan Səxavətdin Sadıqov uzun müddət xüsusi xidmət orqanlarında çalışıb. İstefada olan Polkovnik Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin mühafizə xidmətinin rəisi olub. O, eyni zamanda 1-ci Qarabağ müharibəsinin iştirakçısıdır. Tibbi ərazi bölmələrini İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərən Ağciyər Xəstəlikləri Mərkəzinin nəzdində olan Suraxanı Doğum Evinin baş həkimi vəzifəsindən azad edilib. Bu barədə Ağciyər Xəstəlikləri Mərkəzindən bildirilib. 7 oktyabr 2025-ci il tarixində Zalxa İsmail qızı Osmanova Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin A bəndinə əsasən tutduğu vəzifədən azad edilib. Məlumatda qeyd edilib.